Deməli uşaqlar, biz çevirmə mövzusundan keçən dəfə 77 dəqiqədə baxdıq sualların izahına. İndi isə qaldığımız yerdən davam edəcəyik. Yəni 78-dən başlayırıq. Burada yazılıb ki, O mərkəzi çevrədə BC toxunan AB vətənin bərabər olarsa, O mərkəzi çevrədə BC toxunanı AB vətənin bərabər olarsa, buca ASB-ni tapın. Uşaqlar, özü şəkli çəkibdir. İstəyirsiniz, mən də iri planda çəkim şəkli, daha yaxşı başa düşün. Bu bizim çevrəmizdir. İndi toxunanları çəkək. Bu mərkəzdən keçir. Belə fərq eləməz, belə olsun. Buralar silib təmizləyək. Deməli, bura O nöqtəsidir. Bura A. Toxuma nöqtəsi B-dir. Bura D-dir. Və buranı birləşdiriblər belə. Bu formada. Bax, AB vətərdir. AB vətərdir. BC isə toxunan uşaqlar. Bu vətərlə toxunan bir-birinə bərabərdir. Buca ASB-ni istəyir. ASB buca haradır? Bax, buranı istəyir bizdən. Bu görürük ki, yəni bütöv baxsaq, ABC üçbucağı necə üçbucaqdır? Bərabər yanlış bucaqdır. Çünki AB və BC tərəflər bərabərdir. Bərabər yanlış bucağın biz bilirik ki, oturacağım iki bucaqlarına nədir? Bərabər. Deməli, burada X olacaq. Oldu mu? Burada biz nə edə bilərik? Bax, biz mərkəzlə O nöqtəsini birləşdirsək, bu olacaq nə? Radius. Bura baxın. Bu qara ilə çəkim. Bax, belə bir xət çəkəcəm. Bu radius olacaq. Biz bilirik ki, radius toxunma nöqtəsindən toxunanı nədir? Perpendikulyar. Yəni, burada 90 dərəcə alınır. Bunu hər dəfə sizə deyirəm. 90 dərəcə. Həmin bu radius. Bax, burada AO da radiusdur, R-dir. OB da radiusdur. Deməli, bunlar bir-birinə nədir? Bərabərdirlər. Deməli, bu da bərabər yanlış bucaqdır. Bura X yazmışamsa, yuxarı ikincisi nə olmalıdır? X olmalıdır. Bax, bura X yazmamışdım. Bərabər yanlış bucağın oturacaq iki bucaqlar bərabərdir. Deməli, burada AB oturacaqdır. AO ilə OB bərabərdirsə, yəni bərabər tərəflər yan tərəflər deyirlər. Deməli, O biri oturacaq olacaq. Belə, aydındır. Oturacaq. Vəsə, qaldı nə? Biz də bilirik ki, üç bucağın daxil bucaqların cəmisi dərəcəyə bərabərdir. 180 dərəcə bərabər. Bax, yekə üç bucaqda bucaq A X-dir, bucaq C də X-dir, bucaq B isə X ilə nəyin 90 dərəcə nəyə olur? Cəm olur, bütöv. X plus 90 dərəcə. Bərabər nəyə? 180 dərəcə. Yaxşımı? Onda X-lər toplayana olur 3x. 180-90 çıxsam qalacaq 90. X-ə bərabər nə? 30 dərəcə. Yəni, axtaran bucaq olacaq 30 dərəcə, yəni cavab C var. Bunu birə yaza bilərsiniz. Bax, bu bucaq, bu üç bucağın, yəni AOB üç bucağı nə edir? Xarici bucaqdır. Üç bucağın bir xarici bucağı, ona qonşu olmayan daxil bucaqların cəminə bərabərdir. Deməli, bura olacaq X. Yəni, bu X ilə X-in cəmi olacaq. Burada düz bucaqlı üç bucağın, OBS üç bucağını fikir verin. Düz bucağı üç bucaq. Düz bucağı üç bucaq iti bucaqların cəmi nəyə bərabərdir? 90 dərəcə bərabərdir. 2x plus x bərabər nəyə? 90 dərəcəyə. 3x bərabər 90 dərəcə. X də bərabərdir 30 dərəcə. Aydın uşaqlar. Cavab 30 dərəcə. Hər cürə yaza bilərsiniz. Keçək növbəti 79-cu sualın izahına. Silinmi? 79. 79 deyir ki, AB və AC toxunanlardır. Bucaq BAC-nin bucaq BDC-nin nisbəti 2-5-ə nisbətdir. Ona bucaq BAC bərabər olacaq 2x, bucaq BDC bərabər olacaq 5x. BAC bucağı haradır? BAC bucağı olar. Budur. Bax, toxunan arasında qalan bucaq bura 5x-dir. BDC bucağı isə BDC, bax, bu üçüncüdür. Hə, bağışlayın. Düz deyirsən. Bura 2x-dir. BDC bucağı isə bax, buradır. Bura nədir? 5x-dir. Oldu uşaqlar. Biz demişik ki, bu 5x bucağı daxil çəkilmiş bucaqdır. Daxil çəkilmiş bucaq sökəni qövsün. Ay, sağ ol. Bu qövsün sökən, bu qövsün sökən. BC qövsünün yarısına bərabərdir. Onda burada neçə olacaq? 10x olacaq. Düzdür? Və sonra demişdim ki, bu toxunanlar arasından qalan bucaqlar, onun qarşısından duran bu BC qövsü var ha, minor qövsü dedimizsə, və bu qövsün dərəcə üçün cəmlisi dərəcəyə bərabərdir. 180 dərəcə bərabərdir. Yəni 2-2 üstə girək o BC qövsü bərabərdir 180 dərəcə. Bir də həm də bu BC qövsü ilə 10x-in cəmlisi dərəcəyə bərabərdir. 360 dərəcə. Tam çevrə olur da. Şu an bu BC qövsü ilə də 10x-in, yəni 2 qövsünün cəmi neçə dərəcəyə bərabər olacaq? 360 dərəcəyə bərabər olacaq. Mən buradan BC qövsünü taparam, ya da BC qövsünü buradan taparam. BC qövsü bərabər olacaq. 180 dərəcə çıxılsın nə? 2x. Bunun qiymətini aidsə, gətir burada nəzər alsam, yəni BC qövsünü yerinə yazsam 180 dərəcə çıxılsın 2x, üstə gələ 12x bərabərdir 360 dərəcə. Bunlar oxşardılardır. 8x edir. 360 dərəcədən çıxıram 180 dərəcəni.
8x bərabərdir 180 dərəcə, x-ə bərabərdir 180 dərəcə bölünsün 8. 2 dəfə yerləşir, 16, 20, yenə 2 dəfə yerləşir, 22,5 dərəcə edir. Yəni özünüz də qıraqda bölə bilərsiniz. Bizə nə soruşur? BAS bucağını istəyir. BAS bucağı şu an 2x-ə bərabərdir. 2 vurulsun x-dən işarələmişik. O da 2 vurulsun 22,5 dərəcə. O da olacaq 45 dərəcə. Aydın oldu mu? Cavab olacaq D variantı. Problem yoxdur ki. Bu 79-cu sualın izahı oldu. 80-ci sual da bu tipli sualdan uşaqlar. Onu da siz yazacaqsınız inşallah. Bax, eyni sualdır. Yəni o sualı siz yazarsınız. Keçək 81-ə. Bu artıq yeni bir sualdır, yeni bir qaydadır. Bu 81-ci sual kəskin vətərlərin xassəsidir. Yəni bu sual izahını verməmişdən qabaq mən kəskin vətərlər haqqında danışım sizə. Adı belədir bax. Kəskin vətərlərin xassəsi. Kəskin vətərlərin xassəsi odur ki, kəskin vətərlərin bölündüyü hissələrin hasilə bərabərdir. Bax, bir dənə çevrə çəkirəm və 2 dənə kəskin vətər çəkirəm. Vətərin biri bu olsun, daş biri də belə olsun. Bunların kəskin nöqtəsi mərkəzə düşə bilər, düşməyə bilər. O problem bir şey deyil. Bu AB vətəri olsun, bu da olsun CD vətəri. Kəskin nöqtəsi olsun bir dənə K nöqtəsi. Bax, deyirəm ki, kəskin vətərlərin bölündüyü hissələrin uzunluqları hasilləri bir-birinə nədir? Bərabərdir. Yəni AK vurulsun KB bərabərdir. SK vurulsun nə? KD. Bax, bu da üstündən istifadə edirsiniz. Yaxşı. İndi bu çevrədə də görürsünüz, kəskin vətərlərin bölündüyü, buradakı vətərlər hansı nöqtədə bölünür? M nöqtəsində bölünür. Düzdür? Deməli, buna uyğun düstur yazası olsam, bax, buna uyğun. AM vurulsun MC bərabərdir. DM vurulsun nə? MB. Bəli, MB. AM-in uzunluğu nəyə bərabərdir? MC-in uzunluğu 12. DM-in uzunluğu bilmirik, yazıram X. MB uzunluğu 6. Yerini dəyişsə 6x bərabər 3, 12 vuran 36 edir. X-ə bərabər olacaq 6-ya. Yəni cavab olacaq D variantı. Yəni bunu gərəksiz bu xassəni biləsiniz. Özü çox rahatdır. Problem yoxdur ki. Davam edək. 82 keçirik. 82 yuxarıdadır. Bu da kəskin vətərlərin xassəsi uşaqlar. Yenə bura x yazırsınız, vurursunuz. X vurulsun. Da birbaşa yazırsınız elə. X-i vurasınız bu 4-ə. Bərabər 5-də vurasınız nəyə? 8-ə. Və salam. X-ə bərabər 40 bölünsün 4. X-ə bərabər neçə? 10. Cavab olacaq A variantı. 83 də belədir. Burada da yenə vurasınız. X vurulsun. Bax, X nə? 2 kötü 3-ün hasili bərabərdir. Bu kötü 3-lə kötü 2-nin hasilinə. Hər tərəfdən kötü 3-də ixtisas aparın. X vurulsun 2 bərabər qalacaq kötü 2. X-ə bərabər kötü 2 bölünsün 2. B variantı. Görürsünüz nə rahatdır. Keçdik 84-cü suala. Bu da ondan AO 6-dır. Buraya yazıram 6. OB 4-dür. Buraya yazıram 4. CO 3-dür. Buraya 3 yazıram. OD tabi X yazıram. Yenə 3 ilə X-in hasili bərabərdir 6-nın 4-ün hasilinə. 3x bərabər 24-də, x bərabərdir 8-ə. Çətin bir şey yoxdur ki. Davam edirik. Keçib növbəti 85-i özünüz yazarsınız artıq. Eyni suallar. Burada biraz fərqli bir şey yazır. Ya da yazar. Yəni, lap iri çevrə çəkeyim. Baxın. Bu çevrəniz. Bu da vətərlərdir belə. Həmin xassiyətdən istifadə edəcək. Başqa bir şey yox yəni. A, S, Y, B, D. AB 8-ə bərabər. Bütöv AB vətənin uzunluğu 8-dir. Ha, bunu qıraqdan yazaq. S'yə 2,4. S'yə buradan yaza bilərsən 2,4. Burada yazır ki, A'ya çıxılsın YB bərabər nəyə? 1,6-ya. A'nın YB fərqi 1,6-ya bərabərdir. AB 8-ə bərabər. AB bunların cəminə bərabərdir. Biz bu belə yazarıq. A'ya burada tapsaq, A'ya bərabər olacaq 1,6 üstə gələk nə? YB. Hə? YB bir x yazsan, bilmirəm nə nədir? YB x yazsan, bizdən y'dən uzun istəyirik. Nəsə, bunu tapacaq. YB x yazsam, uşaqlar. Gətir burada yenə qoysam. A'ya üstə gəl. A'ya bərabər olacaq 1,6 üstə gələk nəyə? X-ə. Buraya yazam 1,6 üstə gələk x yazdım. Elə başa düşdünüz? Fikrimi izah edə bilirəm sizə. Onda bunların cəmi 1,6 plus x ilə x-in cəmi 8-ə bərabər olunur. AB-nin uzunluğu verilmi? Özü demişdik şərtlər.
Deməli 1,6 üstə gələk, 2 üstə gələk, x bərabər neçəyə? 8-ə. Yəni 2x bərabərdir, 8 çıxılsın 1,6, 2x bərabərdir 6,4, x-ə bərabər nə? 3,2. X-in uzunluğunu tapdım 3,2. X 3,2-yə bərabərsə, uşaqlar. Deməli, bu vətənin uzunluğu, gəl bunu yaşıl rənglə yazın. YB vətənin uzunluğu burada 3,2 imiş. Bu da 1,6 üstə gəl 3,2. Toplasam, neçə edəcək? 4,8. Deməli, bu vətənin uzunluğu neçədir? 4,8. YD-yə də bir y yazaq, çünki y istəyirsən. Bəli. Deməli, y nə? 2,4-ün hasili bərabərdir 4,18-dən 3,2-nin hasili. Bunları ixtisas aparıram. Bu da qalır 1, bu da qalır 2. Y-də bərabər 2-ni 3,2 vursam, edəcək neçə? 6,4. Yəni cavab C variantı. Bir baxın siz. Keçdik 86-cı suala. 86 da kəskin metrlərin xassəsindən elə. Çevrənin bir dənə çəkək, tez bazar. Vətərlər çəkirik. Yeni bunlara O nöqtəsini kəsirlər. Bu AB vətəridir. Bu da CD vətəridir. Harada kəsirlər? O nöqtəsində. Burada yazır ki, AO'nun OB nisbəti 3-2-yə nisbəti. Ona da belə çıxır ki, AO bərabərdir 3x, OB bərabərdir 2x. O AO buradır. Buraya yazıram 3x, OB buradır, yazıram 2x. CO vursun OD bərabər 150-yə. CO ilə OD'nin hansı 150? Nə gözəl. Biz bilirik ki, kəskin metrlərin xassəsi AO'nu soruşur. AO haradır? Buranı istəyir. AO bərabər suala. Tapacaq. Kəskin metrlərin xassəsi nədir? Bölünü hissələrin hasilə bərabərdir. Yəni, hərfdən kömək yazsam, AO ilə OB-nin hasili bərabərdir. CO ilə OD neyinə? Hasilinə. A-nın uzunluğu 3x-dir. OB-nin uzunluğu 2x-dir. CO vursa OD-nə yazıqda burada. 150-yə bərabərdir. 6x kvadrat bərabər 150. X kvadrat bərabər 150-nin 6-ya böləndə neçə düşür? 25. X də olacaq 5. Bizdən A10-u soruşurdu. A10 3x-ə bərabərdir axı. 3 vursun 5, o da olacaq 15. B variantı. Bəli. Biraz sürətlə də danışıram, amma yəqin ki, anlayırsınız nə deyirəm. Ha? Tamam deyil. 87. Sürətlə baxıram ki, hamısına vaxtımız çatsın. Çevrəni çəkirik, şurada tez bir dənə. Buradan belə bir. Bu radiusdur. Görürsünüz, mərkəzlə birləşdirsə bu nədir? Radiusdur. Amma o biri nədir? Vətər. Çevrənin ixtiyar 2 nöqtəsini birləşdirən parça vətər deyilir. Bax, O5 olan, bu da radiusdur. Bu C-dir, bura D-dir, burada A-dır. Deyir ki, o çevrən mərkəzi CA 4-dür. Yəni, buraya yazıram 4. AD 6-ya bərabərdir. AB 2-yə bərabərdir. Deyir ki, OA-nı tapın. OA-nın uzunluğu istəyir. Qrafiqdən yazıram OA bərabər sual şərəsi. Biz burada kəskin vətərlərin xassəsini hələ ki tətbiq edə bilmirik. Niyə? OB vətəri yarımçı. OB vətər deyil, OB radiusdur. Onu vətərə gətirməliyik. O vətərə gətirmək üçün nə edəcəyik? Artım edəcəyik buradan. Bax, belə artıracaq. Sındırma, bax, qırılmadan sındırmanı artıracaq. Bax, belə. Düzündən. Başlayırız. Bunu vətərə nə edirik? Tamamlayırıq. Bu da mərkəzin keçdiyi üçün nə olacaq bu? Diametr. Bəli. Mərkəzin keçən vətərlər nə deyilir? Diametr. Bu həm diametrdir, həm vətərlərin böyük sayıdır da diametr. Ona görə. Buraya yazaq nə? M nöqtəsi. Onda biz, deməli, burada iki tane vətərini görürük. Biri MB vətəridir, MB. Biri də nədir? CD vətəri. Bu vətərlər A nöqtəsinin kəsişi var. Buradakı O'nun unudur. Yaxşı. Bax, M-dən A-ya qədər məsafə, kəsişən vətərlərin xassəsi nətər idi? Bölünün hissələrin hasilə bərabərdir. MA vurulsun, AB, hərflərin kömək yazıram elə. Bərabərdir. CA vurulsun, nə? AD. Aydındır mı? Aha. MA-nın uzunluğunu hələ bilməkdən tapırıq. MA vurulsun, AB-nin yerinə yazıram 2, CA 4-dür, o biri də 6-dır. Buna MA da bərabər olacaq. 4-ü 6-ya vuran 24, 2-yə bölsəm 12 düşəcək. Demək, MA-nın uzunluğu 12-dir. Bizə amma OA-nın uzunluğu lazım. Bax, bura lazım bizə, şuralar. Yaxşı mı? Demək, biz də görürük ki, burada bu MB nədir həm də? Diametrdir, mərkəzin keçirdir. Düzdür? MB diametrdirsə, diametrin uzunluğu, yəni MB bərabərdir, diametrdir. Diametrdə burada 12 ilə 2-nin cəminə bərabərdir. MB parçasının uzunluğu. O da olacaq 12 üstə gəl 2 neçə edəcək? 14. Radiusda biz bilirik ki, diametr nəyinə bərabərdir? Yarısına. 14 2-yə bölən neçə düşür? 7. Radius nədir? Çevrənin mərkəzə çevrənin ixtiyar nöqtəsi birləşən parça nə deyilir? Radius. Demək,
Bax, buradan bura qədər məsafə, O-da M-ə qədər məsafə nədir? Radius. Bura 7-dirsə, deməli, O-dan da B-yə qədər məsafə, bu da nədir? Radiusdur. O da neçə olmalıdır? 7. Onda O-a neçə olacaq? 5. Az sağ. Bəli, bütün məsafə 7-dirsə, 7-dən bu 2-ni çıxırsınız. Nəticə nə qalacaq? O-anın payına nə düşəcək? 5. 5-dən 2-nin cəmi neçədir? 7-dir. Deməli, O-a məsafəsi olacaq 5. Yəni, cavab olacaq C variantı. Çox qəşəng sualdır. Deməli, birincisi nə edirik? Diametri tamamladıq. Kəskin metrlərin xassəsini tətbiq etdik. Sonra radius tapdıq. Radius tapandan sonra uzunluqlardan istifadə edib tapdıq. Görünürmü açıqsa? Silirsin orada. Keçək növbəti 89-cu, 88-ci suala. 88 də eyni bu tip sualdandır uşaqlar. Burada nisbətdən verib, amma gedişat eyni olacaq. Bunu sizə həvalə eləsəm yaza bilərsiniz. Məncə yaza bilərsiniz. Bir də baxalım, nə bilim. Ola bilər ki, qaranlıq qalar. Biraz iri çəkdim. Baxın, yenə radius çəkilib uşaqlar. Bu radiusdur. Bu da vətər. Eyni şəkildə. Bax. Bu O'dur. B, A, C, D. Bax, bunu belə uzadıram. Ya birinci verilən yazaq. O-a 7-yə bərabərdir. Buraya yazıram 7. O-anı 7 verib. AB 4-dür. Buranı 4 yazırıq. C-A-nın A-D nisbəti yazırıq 1-in 2-yə nisbəti. O zaman C-A olacaq 1x, yəni 2x. A-D olacaq neçə? 2x. C-A buradır. X yazıram. A-D yazıram 2x. Burada xətt artırıram. Şolar. Bütün belə artıram. Özü qarışdırım. İştiqli çəkin evi qarışdırırsınız nəsə. Buraya yazıram özümdən M. Burada kəskin metrlərin xassəsini tətbiq edəcəm. Bax, M-dən A-ya qədər məsafə və A-dan B-yə qədər bunların məsafələrin hasili M-a vurulsun. AB bərabər nəyə? C-A məsafəsi vurulsun AD məsafəsi. Yaxşı? M-a-nın uzunluğunu bilmirik nədir? M-a ilə saxlayayım. M-A yazıram. AB-nin uzunluğu 4-dür. C-A-nın uzunluğu x-dir. A-nın uzunluğu nəyə bərabərdir? 2x-ə. Buna M-a da bərabər olacaq. 2x kvadrat bölünsün neçə? 4 edəcək. 2x yaparsam x kvadrat bölünsün nə qalacaq? 2. Mənim radius üçün tapmaq olmaz, M olur. Nətər? Radius üçün tapmaq olmaz. Oradan B-yə... Bəli, bəli. Ay sağ. Bəli, peşət edin. Əla. Bax, şuralar yoldaşınız haqlıdır. Deyir ki, müəllim, burada O-dan B-yə qədər məsafə, bax, O mərkəzindən B-yə qədər məsafə radius deyil. Radiusun uzunluğu bəllidir artıq. Bu radius neçəyə bərabərdir? 7 ilə 4-ün cəmidir da, 11. Bu radiusda, demək, M-dən O-ya qədər məsafədir radiusda, çevrən mərkəzi ilə çevrən ixtiyar nöqtəsi birləşən parça daxil. Demək, burada olacaq neçə? 11. Və salam. Demək, bu 11 ilə də bu 7-nin cəmi M-a parçasının uzunluğunu verəcək. M-a neçə olacaq? 18-ə. 11 ilə 7-nin cəmi edir də M-lə A-ya qədər məsafə. Onda 18 vurulsun. AB-nin yerinə yazacaq 4, C-A-nın yerinə yazacaq 2x, A-nın yerinə yazacaq nə? 2x. Demək, 2x-in kvadrat bərabərdir 72, x kvadrat bərabər 36, x də bərabərdir neçə? 6. Neçə olacaq cavab? Bizə A-dən istəyir axı. A-dən haradır? A-dan deyək məsafə 2x-ə bərabərdir axı. Onda A-dən bərabər 2 vurulsun 6, o da olacaq neçə? 12. Cavab olacaq C variantı. Yaxşı baxdım sual. Yəni, eyni tip sual olsa da biraz fərqli yöntemlər var. Əla. Radiusdan yenə istifadə elədik. Bəli. Davam edeyim. Aydın mı? Hansı video kayıtları qalır da baxacaqsınız. 89'a keçirik. 89'a artıq sözlə yazılır uşaqlar. Çevrə daxilində çəkilmiş kəskin metrlərin birincisi kəskin nöqtəsi ilə 4 cm və 16 cm hissələrə, ikincisi isə 2 bərabər hissəyə bölünüb. İkincisi vətənin uzun tapım. Yəni bir dənə çevrə çəkilir uşaqlar. Vətənin biri müxtəlif hissədə bölünür, amma biri isə yarı bölünür. Taş belədir bax. Bu formada. Bax, bu olsun AB vətəri, bu olsun CD vətəri. Çatışma nöqtəsi də olsun K. AB vətəri tutaq ki, yarı bölünür. A-dan K-ya qədər məsafə, K-dan B-yə qədər məsafəyə bərabərdir. Amma o biri vətəri isə 4 və 16 cm hissələ bölünür. CK olacaq 4, KD olacaq neçə? 16. Bunların uzunluqlarını bilmirəm. Bura x yazsam, bura x olacaq. Deyək, ikinci vətənin uzunluğunu tapım. Yəni, AB vətənin uzunluğunu istəyir bizdən bütöv olaraq. AB vətənin uzunluğu 2x-ə bərabərdir. Bunu istəyir. Bəli, x ilə x-in hasili nəyə bərabər olacaq? 16 ilə 4-ün hasilindən.
X kvadrat bərabərdir 64. X də bərabər olacaq 8-ə. Onda X-in yerine 8 yazsam 16 olacaq. Yəni cavab olacaq B variantı. Oldu? Davam edək mi? Keçid 90-a. Sual 90-a baxırıq. Şəkli biz də çəkək, tez bazar. Yəni, çevrə xaricindəki nöqtədən çevrə bir dənə kəsən çəkilir uşaqlar. Bu kəsəndir. Bu nədir? Kəsən. Görürsünüz, çevrənin ixtiyar iki nöqtədə kəsib keçəkdir. Bu da kəsəndir. İkisi də nədir? Kəsəndir. Çevrənin iki ortaq nöqtəsi varsa, buna nə deyirlər? Kəsən. A, B, P, C, D. PA 3-ə bərabərdir. AB 5-ə bərabərdir. PD bütün məsafədir. 12 bərabərdir. Bir də PC-ni soruşur, yazıram X. Bunun üçün siz düstur bilməz. Buna uyğun düstur var uşaqlar. Əgər çevrə xaricindəki nöqtədən çevrə 2-dən kəsən çəkilərsə, bax buradakı ona uyğun düstur ayrıca yazın. Bax bir dənə çevrə çəkirəm belə. Bu çevrə xaricindəki nöqtədən çevrəyə 2 dənə kəsən çəkirəm. Bir belə. Kəsib kəsə də bilər belə. Biri belə. Bax, orijinal düstur budur. A, B, C, D, Y. Əgər çevrə xaricindəki nöqtədən çevrə 2-dən kəsən çəkilərsə, onda AB məsafəsi ilə, bax, hamısı A-dan başlayacaq uşaqlar. Bax, AB məsafəsi yazmışam, vurulsun. Hamısı A-dan götürür, çöldəki nöqtədən. A-dan C-yə qədər məsafə, AC, bərabərdir. AD vurulsun, A, nə? Y. Başa düşdünüz? Bax, düstur budur. Bu toxunan halda var. Biri toxunan, biri kəsən halda var. Bu ikisi də kəsən. Buna uyğun yazacaq. Demək, bu düstur, bu aşağıdakı düstura uyğun, yuxarıdakı çalışmaya uyğun düstur tətbiq edirik. Yəni, bu belə olacaq. PA məsafəsi, bax, P-dən A-ya qədər məsafə vurulsun. P-dən B-yə qədər məsafə bərabərdir. PC məsafəsi, hamısı görsən P-dən götürəm. PC məsafəsi vurulsun. P-dən D-yə qədər məsafə. PD məsafəsi. O zaman şu olar. PA-nın uzunluğu nədir? 3. PB-nin uzunluğu neçə olacaq? 8. Bəli, 3-ün 5-in cəmi 8-dir. PC-nin uzunluğu x-dir. PD-nin uzunluğu da 12-dir. Yerini dəyişsəm 12x bərabər 3 8 vuran 24 edir. X-ə bərabər olacaq neçə? 2. Oldu nə? Y var. Aşağıdakı düsturu da əzbərləyirsiniz. Kitabda da var düstur. Oldu mu? Keçid 91-ci suala. 91-də isə görürsünüz, biri toxunandır, biri kəsən. Ona uyğun da düsturumuzu qeyd edəcəyik. 91. Birinci düsturu yazaq. Düstur belədir uşaqlar. Çevrədir. Çevrə xaricindəki nöqtədən çevrə bir dənə toxunan, olmadı. Çevrə xaricindəki nöqtədən bir dənə toxunan çəkirlər. Toxunan çəkərlərsə, bir dənə kəsən çəkərlərsə belə, düstur belə olacaq. A, B, AB toxunandır, bu da kəsəndir. Onda düstur belədir. Toxunan kvadratı, yəni AB-nin kvadratı və AB-nin kvadratı bərabərdir. Yenə hamısı yenə A-dan başlayır. AC vurulsun, nə? AD olacaq. Bu düstur. Bu düstura uyğun olaraq, onda burada da AB-nin kvadrat bərabər olacaq. AC vurulsun, nə? AD. AB-nin qiyməti 4/2 bərabərdir. Yəni, 4/2-nin kvadratı bərabərdir. AC-nin uzunluğu 4-ə bərabərdir. Vurulsun. AD-nin uzunluğu isə 4-lə x-in cərinə bərabərdir. AD sağ. Bu 16 edir 32. Bu da vurub açırsan. Vurub açmaya bilərsən. Hər tərəfdən 4-lə 32 x çarpar 4-ə. 1, qalır 8. Yerini dəyiş 4 üstə x bərabər 8. X də bərabərdir 4-ə. Bizdən haranı soruşurdu? CD-nin. CD-yə x almışı da olacaq 4. Başa düşdü? Bax, 92-ci sualda elədir. Burada yenə toxunan kvadrat, yəni PA-nın kvadratı, mavi, qara yazın. PA-nın kvadratı bərabərdir. PB vurulsun. Nə? PC. PA-nın yerinə yazacağım 2/7-nin kvadratı bərabər PB x-dir. PC isə x plus 3-ə bərabər olacaq. Bunların cəminə. X plus 3. Bu kvadrat əlinə gələcək. Biz də kvadrat əlini keçməsə də çarpaz bulma usulunu bilirik.
Yeri dəyişsə x x-ə vuran edib x kvadrat üstə gəlir 3x bərabər 2 kötəydin kvadrat neçə edəcək olar? 28. 28. X kvadrat plus 3x çıx 28 bərabər nəyə? 0-a. Yenə deyirəm, biz kvadrat tənliyi diskriminant üsulunu həll etməyə bilməsək də, hələ ki bilmərik də biləcəyik. Sizə keçmişəm əslində. 8-də keçilir bu. Sadəcə hazırda keçməmişəm. Bunun çarpaz vurulma üsulu vurğularını edə bilirik. Ayıra bilirik, düzdür? Necə? Bəli, x-i x-ə, bəli, çarpaz üsulu toplayanda 3x alınmalıdır. Müsbət 7, -4. -4-ü 7-yə vuran -28 edir. Çarpaz vurğu toplasaq, yəni -4-2, üstə gələ 7-2 olacaq nə? Müsbət 3x. Deməli, ortadakı hədd alınırsa, qarşı-qarşıya götürüb vuruqlara ayırır. Ayət hesab. Görürsünüz, nə boyda köməncə çatdı bu üsul. Hansı sıfıra bərabərsə vuruqların hər birini ayıraqda sıfıra bərabər edirik. x1 bərabər oldu -7, x2 bərabər 4. Mənfi götürənməliyik, çünki məsafə mənfi ola bilməz. Ona oldu, müsbət 4 götürəcək. Bizdən x-in qiyməti soruşurdu, o da oldu 4, yəni B variantı. Oldu. Qala, 93-cü suala baxırıq indi. 93 də belədir, baxın. Yenə toxunan kvadrat söhbəti var. Yəni, buna uyğun, bax, PT-nin kvadratı bərabərdir. PA, hamısı P-dən başlayır. PA vurulsun, PB, A-sə, PB. Deməli, burada PT-nin kvadratı 4 kötə 5-in kvadratı, bəli, kvadratı 80 edəcək. PA-nın qiyməti neçədir? 5-dir. Bəli, bunların cəmi olacaqdır. Bəli, olacaq nə? X plus 5. Aydınmış onlar. X plus 5. Yenə 5 vurulsun, X plus 5 yazırıq belə, bərabər. 4-ün kvadratı 16 edir. 16-nı 5-ə vuranda 80 edəcək. 5 ilə 80 x aparırıq. 1, 16 qalacaq. X plus 5 bərabər 16-ya, x də bərabərdir 11-ə. X-i 11 tapdıq. Bizdən x-i soruşurdu. O da olacaq 11. Yəni cavab B variantı. Bax, bir dənə düstur bildinsə, hamısı eyni şəkildə gedir. Gör, bir dənə sualda günə qədər salıblar. Keçək 94-ə. 94 bu tərəfdə olmalıdır. 94 də yəni toxunan kvadrat. Görə şərtdə nə deyir? Deyir ki, AB toxunan AC bərabər 6 görürük. AB parçasının uzunluğu AC və CD parçaların uzunluqlarının ədəd ortasına bərabərdir. Aha. Deyir ki, şolar. AB parçasının uzunluğu, yəni AB bərabərdir. AC və CD parçaların uzunluqlarının ədəd ortası. Ədəd ortası nədir? Toplayıb sayına bölməsi. 2 dənə də ona görə 2-yə bölürük. Bəli. Sonra deyir ki, AB uzun tapır, yəni AB bərabər suala. AB yazacaq x bilmirəm nədir. CD-ni bilmirəm, yazacaq y. CD-nin uzunluğunu bilmirəm axı nədir. Görürsünüzmü? Onda AB-nin yerini yazacağım x bərabərdir. AC-nin yerini yazacağım 6. CD-nin uzunluğu da y yazıram. Bölünsün neçə? 2. Çarpaz vursam, bu məxrəzi 1 yazım. 6 plus y bərabər olacaq 2x-ə. Yəni y bərabər olacaq 2x çıxsın neçə? 6-ya. Bu belə qalsın. Burada toxunan söhbət varsa, deməli, düsturu tətbiq eləməliyik. Düsturumuz nə idi? AB-nin kvadratı, yəni toxunan kvadrat bərabərdir. AC vurulsun. AC, bütöv məsafə, yəni neçə? AD. Əla. AB x-in kvadrat bərabər AC 6-dır. AD neçədir? 6 ilə y-in nə olacaq? Cəm olacaq. Görürsünüzmü? Şolar, indi biz nə edəcəyik? X kvadrat qalsın yerində, 6 vurulsun, 6 plus, y-in yerinə yazacaq nəyi? 2x çıxsın 6. Yəni, tənliyi bir dəyişən asıl vəziyyət getiririk. Gəllə bilək. Y-in yerinə yazacaq 2x çıxsın 6. Bu da 6 ilə istak edəcək, əks tərəflər, düzdür? X kvadrat bərabər qalacaq. 6-ın 2x-ə vuran edəcək neçə? 12x. Bu da natamam kvadrat tənlikdir. Əslində, x-ə ixtisar problem olar, burada problem yoxdur. Amma rəsmi şəkildə yazarsa olsaq, ixtisar problem olmaz. X dəyişəndən asıl ifadəyə heç vaxt ixtisar problem olmaz. Ona görə 12x keçirsən sol tərəfə. X-ə orta vuruq çıxadırsan, qüvvəti kiçik olanı. Aydındır. Qalacaq burada x çıxılsın neçə? 12. Hansı sıfıra bərabərsə vuruqların hər birini eləyirik? Ayrıca sıfıra bərabər edirik. Bu x1-dir. Bunda x2 ilə bərabər olacaq neçə? 12. X sıfır ola bilər? Xeyr. Məsafə nətər sıfır ola bilər? Məsələn, AB uzunluğu sıfır olamaz axı. X qaldı 12. Bizdən nəyə soruşurdu? AB parçasının uzunluğunu soruşurdu. AB-ni x-ə işarə eləmişim axı. X-i nə tapdım? 12. Cavab oldu C variantı. Problem yoxdur ki. Baxın. Keçdik şola. İndi 95-ci suala. Yenə burada görürsünüz ki, C nöqtəsindən çevrəli 2 dənə kəsim çəkilib, toxunan deyirlər. Ona görə bayaqki xassını istifadə edəcək. Bax, birinci düsturu yazırıq. Bax, CB məsafəsi. CB vurulsun. Nə yazırdıq? CA, bütün məsafə. Hamısı nədən başlayır? Çöldəki C hərfdən başlayır.
C-də vurulsun C-yə. Aydındır nə deyirəm? Deməli, B-nin uzunluğu 4-dür. C-A-nın uzunluğu 4-ün üçün cəm neçədir? 7. C-dən uzunluğu 2-dir. C-yə uzunluğu x plus 2. 2 plus x, x plus 2 eyni şeydir. Bəli. Deməli, 2 vurulsun x plus 2 bərabərdir. 4-ü 7-yə vuranı 28 edir. 2 ilə 28 x çarparsam 2-yə 1, 14. X plus 2 bərabər olacaq 14. X-ə bərabərdirsə 12. Bizə x-in uzunluğunu soruşur da olacaq 12, yəni cavab C variantı. Yaxşımış olur. Problem yoxdur ki. 96-nı artıq özünüz yazmış olar. 96 sizlikdir. Eyni sualdır. Sadəcə yerinə qiymət özünüz qoyarsınız. P-nın yerinə yazırsınız 6, AB-nin uzunluğu 4-dür, P-nin uzunluğu 5-dir. D-sən soruşur x. Yazır hesablayasınız. Yaxşı mı? Eləyə bilərsiniz mi? 5-dir. Getdim 97-yə. 97-də deyir ki, çevrənin xaricindəki nöqtədən çevrəyə qədər məsafə 4 cm-dir. Və həmin nöqtədən çevrəyə çəkilən toxundan 8 cm olarsa, çevrənin radiusunu tapın. Demək, söhbət nədən gedir? Çevrədən. Demək, biz çevrəni çəkməliyik. Çevrəni çəkdik olar. Demək, çevrə xaricində bir dənə nöqtə götürək. Hər hansı bir nöqtə götürdüm, tutaq ki, bu A nöqtəsi götürürüm. Bu A nöqtəsindən deyir olar. Bir dəqiqə. Deyir, çevrə xaricindəki nöqtədən çevrəyə qədər məsafə 4 cm-dir. Çevrəyə qədər məsafə, yəni çevrənin halqasına qədər məsafədən gedir söhbət. O, əgər çevrəyə qədər məsafədən söhbət gedirsə, çevrə ilə, çöldəki nöqtə ilə, xaricindəki nöqtə ilə çevrənin mərkəzini birləşdirin. Çevrəyə qədər məsafədən söhbət gedirsə, bilin ki, çöldəki nöqtədən çevrənin halqasına qədər məsafədən söhbət gedir. O halqa qədər məsafəni təyin eləməkdən ötərdə, həmin o xaricindəki nöqtə ilə deyirəm ki, çevrənin mərkəzini yeniyin, birləşdirin. Bura bir yazıram K nöqtəsi. Bax, çevrəyə qədər məsafə bu məsafədir. Bax, AK məsafəsi. Buranın uzunluğunu deyir nə qədərdir? 4 cm-dir. Yaxşı, yadda qala. Və həmin nöqtədə, yəni A nöqtəsindən çevrəyə çəkilən toxunan 8 cm-dir. Yəni, bir dənə toxunan çəksək, şuralar. Toxunan nədir? Çevrə ilə bir orta nöqtəsi olmalı. Da belə. Bax, gördünüz? Toxunan. Toxunma nöqtəsini işarə edirəm B ilə. A nöqtəsindən B toxunma nöqtəsinə qədər məsafə deyir 8 cm-dir. Buraya yazıram 8. Oldu mu? Problem yoxdur ki. Sonra deyir, çevrənin radiusunu tapın. Çevrənin radiusu yəni bizə nə soruşur? R-i soruşur da. Demək, bizə radiusu lazımdırsa, demək, radiusu çəkmək. Onunla B-ni birləşdirmək olar mı? Hə? İstəyirsiniz ki, o birləşməlidir. Onunla B-ni birləşdirsək, bu olacaq mı radius olar? Çevrənin mərkəzi ilə çevrənin ixtiyar nöqtəsinin birləşən parçaya radius deyilir də. Bu radiusdur mu? Hə? Eyni zaman OK da radiusdur, düzdürmü? Bizə demişdik ki, radius toxunana, toxunma nöqtəsi nədir? Perpendikülər. Demişdik. Demişdik. Deməli, bu 90 dərəcədir. Deməli, burada nə alındı? Düzbucaqlı, üçbucaq. Düzbucaqlı, üçbucaq görəndə ağla nə gəlir? Pifagor teoremi gəlir, ay bala. İti bucaq var burada. Rəhmətlinin nəvəsi. İti bucaq var burada. Uzunluq söhbəti var. Burada hipotenuzun uzunluğu nə qədər olacaq bütöv? Və R plus 4. 90 qarşısında duran tərəf hipotenuz sayılır. Demək, hipotenuzun kvadratı nəyə bərabərdir? Katilləri nəyinə? Kvadrat cəmi. Aydındır. Yəni 8-in kvadratı üstə gələk, R-in kvadratı. O zaman, demək, R kvadratı üstə gələk, bunlar, bu müxtəsər monstrdur. Bilirsiniz, müxtəsər monstrdur. Birinci kvadratı, birinci, ikincinin arasında kimisidir? 8R. Üstə gələk, 4-ün kvadratı neçədir? 16. Bərabər 8-in kvadratı 64 edir. Üstə gələk, R kvadratı. Bax, fikir verin. Solda da R kvadrat var, sağda da R kvadrat var. İkisi də müsbətdir. Ya bunlar burada istilah aparın, yəni keçirəndə sola sağa. Mənfi olanda istilah gedəcək. Aydındır. 8R bərabərdir 64, 16 keçirəm sağa. Olacaq nə? Çıxaq 16. 8R bərabərdir 64, 16 çıxan neçə qalır? Yatdılar. 48. B-in 0 isə. 48, 8 neçə qalır? 6. R oldu neçə? 6. Yəni bizdən radius soruşur da olacaq Y bərabər. Bu ucu klassın üsuldur. Klassın sual deyil, klassın üsulu. Gördünüz? Məsələni oxuyursan, şəklini çəkirsən, hələ nəyə çatışmırsa onu əlavə edirsən və sual edirsən. Bu suala yazmaq artıq o demək ki, sən çevre mövzusunu 80% başa düşmürsən. Aydın nə deyir? Çox vacib sualdır. Yəni, belə suallar işləmək lazımdır. İmtihana da belə suallar düşür. Keçdik. 98. Deyir ki, çevrə daxilinə mərkəzdən eyni məsafədə çəkilmiş 2 vətərin uzunluqları 2x 5 cm və x plus 6 cm-dir.
Bu vətərlərin uzunluğunu cəmi tapın. Uşaqlar, bax bir dənə çevrə çəkirəm. Çevrə mərkəzini qeyd edirəm. Deyir ki, çevrə daxilinin mərkəzdən eyni məsafədə çəkilmiş iki vətərin uzunluqları 2x/5-dir. Məsafə nə deməkdir? İndi göstərəcəm sizə. Bax, vətərin biri belə doğru tutaq ki, bax belə. Oldu. Biri tutaq ki, belə üfüqü durubdur. Bax belə. Bax, biri AB vətəridir. Eşitdiniz mən nə deyirəm? Biri CD vətəridir. Vətər bunlardır da. Bu vətərdə çevrənin mərkəzindən, yəni O nöqtəsindən eyni məsafədədir. Həndəsədə məsafə deyəndə nə edirdik? Bax, nöqtədən vətərə qədər məsafə deyəndə nə baş düşürür? Nöqtədən vətərə çəkilmiş hündürlük. Hündürlük nədir? Perpendikulyar. Aydındır? Məsafə nədir? Burada perpendikulyar. Aysa. Həmin bu məsafələri çəkirik. Yaşılla çəkirəm. O nöqtəsindən CD bir perpendikulyar çəkirəm. Yəni burada 90 dərəcə alınacaq. Yaxşı. Və O'dan AB-yə nə çəkirəm? Perpendikulyar. Bu məsafələr deyib bərabər olar. Bu olsun OM məsafəsi, bu da olsun OK məsafəsi. Bu məsafələr deyib bərabərdir. Şərtdə elə deyir. Eyni məsafədə çəkilmiş iki vətərin uzunluğu 2x/5-dir. Biri də x+6-dır. Tutaq ki, AB vətərin uzunluğu, bax AB vətərin uzunluğu olsun 2x/5. CD vətərin uzunluğu da qıraqdan göstərirəm. 2 qarışmasın. x+6-dır. Və bu OK məsafəsi ilə də OM məsafəsi bərabərdir. Kimi izah edirəm sizə? Hə? İndi bizə nə soruşur? Bu vətərlərin uzunluqları cəmi tapın deyir. Demək ki, biz bunların uzunluqlarını tapaq ki, uzunluqlarını cəmi tapaq da. Belə bir qayda var. Əgər mərkəzdən vətərlər eyni məsafədə yerləşibsə, onda o vətərlər özləri bir-birinə bərabərdir. Nə dedim? Əgər mərkəzdən vətərlər eyni məsafədə yerləşibsə, o vətərlərin özləri bir-birinə nədir? Bərabər. Desəz ki, niyə bərabərdir? Gəl mən sizin üçün burada radius çəkeyim. Baxın. Onunla A-nı birləşdirsəm radius olurmu? Onunla B-ni birləşdirsəm radius olurmu? Onunla C-ni birləşdirsəm radius olurmu? Onunla D-ni birləşdirsəm radius olurmu? Bunlar radiuslardır da, radiusdur. Deməli, uşaqlar, bu üç bucaqda bərabər yanlış bucaqdır, yan tərəfə bərabərdir. Bu üç bucaqda bərabər yanlış bucaqdır, yan tərəfə bərabərdir. Bu eyni üç bucaqlardır. Görürsünüz, hündürlükləri də bərabərdir. OK da OM-ə bərabərdir. Bərabər yanlış bucaqların təpə bucağından oturacağın enmiş hündürlüklərlə bərabərdirsə, əgər, demək bu üç bucaqlar nədir? Kongruent. Kongruent üç bucaqların da oturacaqlar bir-birinə olacaq? Bərabər. Yəni AB bərabər olacaq CD-yə. AB-nin uzunluğu 2x/5-dir. CD-nin uzunluğu nədir? x+6-ya bərabərdir. X-lər sol tərəfə, ədədlər sağ tərəfə. X-ə bərabər olacaq neçəyə? 11-ə. Bu 11 isə gətirib burada yerinə qoysam, 2 vurulsun 11, çıx 5. Neçədir? 22-dən 5 neçə qalır? 17. Demək, AB vətənin uzunluğu oldu 17. Eyni proses burada eləsəm, 11+6 olacaq, o da neçə? 17. Görürsünüz, 17, 17. Görürsünüz, bərabər oldu. Bu vətərlərin uzunluqları cəmsi deyil, AB plus CD bərabərdir. 17 üstə 17 neçə edəcək? 34 edəcək. Yəni, cavab olacaq Y variantı. Baxın, bir izaha. Deməli, uşaqlar, 99-cu sualda belə tipi sualdandır. Baxın, görürsünüz, çevrə daxilindən mərkəzinə eyni məsafədə çəkmiş iki vətərin uzunluqları budur. Bu vətərin uzunluğuna bərabər cəm tapın. Yenə bir-birinə bərabərləşdirib, x-i tapıb toplayasınız. Yaxşı. Eyni sual, onu sizə həvalə elədim. Keçdik neçəyə? 100-cü suala. 100-ü nə deyir? Uzunluqları 3x plus 13 və 5x 9 olan iki vətərin çevrədən ayrıdır. Qövsdə bərabər olarsa, vətərin uzunluğuna bərabər. Vətərlərin uzunluqlarını tapın. Mən sizə demişdim ki, o gün bir qayda dedim. Bərabər vətərlərin əmələ gətirdiyi qövslər bərabərdir. Bunun tərsinə doğrudur. Əgər qövslər bərabərdirsə, ona o qövsdə əmələ gətirən vətərlər də bərabərdir. Bax, belə şəkli çəkmişdim sizin üçün. Baxın. Bax, belə çevrə çəkmişdim uşaqlar. İxtiyar 2 dənə vətər çəkdim belə. Bax, vətənin biri olsun, biri də tutaq ki, belə. Dedim ki, sizə, əgər bu AB vətənin uzunluğu ilə CD vətənin uzunluğu bir-birinə bərabərdirsə, yəni bu uzunluqsa bir-birinə bərabərdirlərsə, onda bu vətərlər əmələ gətirib qövslər var. Bu AB qövsü ilə də, bu CD vətənin əmələ gətirib bu qövs bir-birinə nə olacaq? Nə olacaq? Bərabər olacaq. Bir diliniz olsun da, danışın. Yatmışsınız. Hə. Deməli, uşaqlar,
Burada vətərlərin uzunluqları nə vermişdi? Birini veribdi 3x plus 13. Birini nə veribdi? 5x plus 19. 9. Deyir ki, bu iki vətərin çevrədən ayrılıb qövslər bərabərdir. Görürsünüz, bərabər olarsa. Bərabər sözü verib. Yəni, bu qövslər bərabər. Bu qövslər bərabərsə, dedim ki, bu vətərlər bir-birinə nə olacaq? Bərabər olacaq. Aydındır. Deməli, 3x plus 13 bərabərdir 5x çıxılsın 9-a. 3x çıxılsın 5x bərabərdir. Mənfi 9 çıxılsın 13. Mənfi 2x bərabərdir. Mənfi 22. X-ə bərabər necə? Müsbət 11. Bizdən vətərlərin uzunluqlarını soruşur. Məsəl üçün, AB vətərin uzunluğunu tapmaq üçün gətirib burada yerini qoysam x-in qiyməti. 3 vurulsun 11. Üstə gələn neçə olacaq? 13. 30 üstə ilə 13 neçə edəcək? 13. 46 edəcək. O bir də 46 olacaq. Çünki bu vətərlər bir-birinə nədir? Bərabərdir. Ona görə. Yəni, cavab olacaq Y variantı 46. Aydındır. Davam edirik. 101. Deyir ki, uşaqlar, radiusu 17 cm olan çevrənin mərkəzindən 15 cm məsafədə olan vətərin uzun tapın. Bu qışa sual. Deməli, sən çevrənin şəklini çəkməlisən. Sonra mərkəzi qeyd eləməlisən. Sonra mərkəzdən aşağıda bir dənə vətər çəkməlisən. Çünki vətərdə söhbət gedir. Deyir ki, radius 17 olan çevrənin mərkəzindən 15 cm məsafədə olan vətərin uzun tapın. Məsafə deyəndə nə edirik? Hündürlük çəkməliyik. Mərkəzdən, bəli, oturacaq nə çəkirik? Perpendikulyar çəkirik. Məsafə budur, bax. Bizim vətərimiz budur, AB vətərimiz. OK da hündürlükdür. Mərkəzdən bu vətərə qədər məsafə deyir, 15-dir, şərtli elə deyir. Demək, OK məsafəsi neçəyə bərabərdir? 15-ə. Və çevrənin radiusu 17-dir, vətərin uzunluğu istəyir bizdən. Yəni, AB vətərin uzunluğu bizdən istəyir. Bizə, burada radius görürsünüz şəkildə. Hardan çəkəcəm radiusu? O'dan A'ya, O'dan B'ye. Kişi adamsın. Allah olsun. O'dan. Bax olar. Mərkəzlə vətərin uzun nöqtələri neyinirik? Birləşdiririk. Yaxşı. Bu radiuslardır. Radiuslar nəyə bərabər deyir? 17-yə. Demək, bu necə üç bucaq olur? Bərabərli üç bucaq. Bərabərli üç bucaq təpə bucağına oturacaq düşündürülük demişdik ki, həm mediandır, həm təmrəndir. Həm təmrəndir, həm median tərəfi neyinir? Yarı bölür. Siz buradakı düz bucaq, üç bucaq görürsünüzmü? Bura x yazsam, bura x olurmu? Burada Pifagor teoremi tətbiq edə bilərikmi? Katilən kvadrat cəmi 2 kvadratın bərabərdirmi? Yəni, olacaqmı belə? X kvadratı üstə gələk 15-in kvadrat bərabərdir 17-in kvadratına. X kvadrat bərabər olacaq 289 çıxılsın neçə? 225. Neçə edəcək x kvadratı? 64. X neçə edəcək? 8. Burası 8 isə, burası 8 olurmu? 16 olurmu? Yəni, AB vətən uzunluğu neçə oldu? 16. Yəni, cavab oldu B variantı. Çətin deyil ki. Davam edirik. Dur, qapını ötürəcək zamanımız. Davam edirik uşaqlar. Keçək 102-ci suala. 102-də deyir ki, diametri 20 cm olan çevrənin mərkəzindən uzunluğu 16 olan vətərə qədər məsafə tapın. Eyni sualdır ha. Sadəcə bir diametrin qorxusu var. Bu çevrənin diametri 20-dirsə, radius nəyə bərabər olacaq? Diametrin yarısı olan 10 olacaq. Yəni, həmənki şəkildir. Başa düşdünüz? Yenə bayaq kimi. Deyir, çevrənin mərkəzindən uzunluğu 16 cm olan vətərə qədər məsafə tapın. İndi vətərin uzunluğu istəmir sizdən. Vətərə qədər məsafə istəyir. Yenə bayaq kimi çevrəni çəkirsən, perpendikulyar çəkdin, çevrənin mərkəzini qeyd edərdin buradan, O nöqtəsindən. Aşağıda bir dənə vətər qeyd edirsən, belə. Vətər. Bu mərkəzdən vətərə bir dənə nə indirsən? Hündürlük, perpendikulyar. Bax, uşaqlar, buraya yazım OK, bu da olsun AB vətəri. Bizdən bu vətərin diametri 20 verildi, radiusu tapdıq neçə oldu? 10 oldu, bu heç. Vətərin mərkəzdən deyir, uzunluğu 16 cm olan vətərə qədər məsafə. Bu vətərin uzunluğu nə qədərdir? 16 cm. Vətərin uzunluğunu verildi bizə. OK istəyir, yəni mərkəzdən vətərə qədər məsafə istəyir. Yəni, buraya yazıram nə? X. Sonra götürərsən. O A ilə OB deyirik, birləşdiririk. Bura nədir? Radiuslar. Bura yazıram R. Radiusu 10 tapmışıq. Burada radius. Burada olacaq neçə? 10. Bizə dedik ki, bərabər olmuş bucaqda təpə bucağına oturacağını düşündürük, həm median, həm təmbələndir. Bəli. AB vətənin uzunluğu 16-dırsa, deməli, 8 deyiləcək, bölünəcək. Bu düz bucaq üç bucaqda Pifagor teoremi tətbiq edəcək. Bu da 8, 6 olmuş bucaqdır. Yəni, x neçə olacaq? 6.
Siz Pifagor teoremində tətbiqi tapa bilərsiniz. Yəni cavab olacaq B variantı. Aydındır? Bəli. İndi uşaqlar 103-cü sualda, o tipli sualdan deyir. Radius 15 olan çevrənin mərkəzindən x santimetr məsafədə olan vətənin uzunluğu 24-dür. Bax, eyni sualdır. Bax, geri verirsən, bura baxın. Hə, buranı silək, abi 10, burada buranı silək keçsin, buranı silək, düzəldir. Həmin sual deyir ki, radius 15 olan, demək 103-cü suala baxırıq, ha. Sual 103. Radius 15-dən, yəni bura R15-dir, bura R15-dir. Çevrənin mərkəzindən x santimetr məsafədə olan vətənin uzunluğu 24. Yəni, AB vətənin uzunluğu burada 24 isə, demək bu 12-12 bölünəcək və yaxud edək, yarı bölünür. Yəni, bir dənə yenə Pifagor teoremi. Yəni, yenə 12-in kvadratı üstə gələ x-in kvadratı nəyə bərabərdir? 15-in kvadratı. X kvadrat bərabər 225 çıxılsın neçə? 104. Neçə qalır? 81, x olur 9. Demək, bu məsafə neçə olacaq? 9 olacaq. Sürətli danışıram, amma bilirəm ki, nəbi ki, izaha başa düşürsünüz. Ha? Eyni suallar. 104-cü suala baxırıq. Sual 104. Deyir ki, 30 dərəcəli mərkəzi bucağa sökənən qövsün uzunluğu 5 pi olaraq çevrənin mərkəzindən 10,5 cm məsafədə olan vətənin uzunluğu neçə santimetrdir? Bayaqki tip sualdan yenə böyük bir çevrə çəkək. Sadəcə qövsü gətirib ortaya salıblar. Bir dənə vətər çəkirik şuralar. Bu da vətər. Oldu. İndi mərkəzini çəkək. Vaxtın hamısı qeyd edək. 10 nöqtə mərkəzdir. Və bunların radiusunu çəkək. Onsa burada radius da çəkilməlidir. Bunlar radiuslardır. Bir dənə də mərkəzdən vətərə perpendikular indiririk. Yaxşı belə. Avtomatik bunu edirsiniz. Bax, A, B vətərdir. OK da məsafədir. Burada deyir ki, 30 dərəcə mərkəzi bucağa sökülən qövsünün uzunluğu 5. Bu mərkəzi bucaq neçə dərəcədir? 30 dərəcə. Bütün bu 30 dərəcədir. Ha. Buna uyğun qövs də, bax, bu AB qövsünün dərəcəsi neçə dərəcə olacaq? Bu da 30 dərəcə olacaq. Neysə, o bizə lazım deyil. Aydın. Bu qövsün uzunluğunu bura AMB qövs yazacaq. Bu qövsün uzunluğunu verir, dərəcə ölçüsünü verməyib. Qövsün uzunluğunu nə veriblər? AMB qövsün uzunluğunu veriblər 5 pi santimetr. 5 pi veriblər. Deyir, çevrənin mərkəzindən 10,5 santimetr məsafədə olan vətənin uzunluğunu tapın. Demək, O'dan K-ya qədər məsafə nə qədərdir? 10,5-ə bərabərdir. Bizdən bu AB vətənin uzunluğunu istəyir. AB bərabər sual işarəsi. Həm də burada yarı bölünür. Demişdim sizə. Bunlar da radiuslardır. Hə? Bəli, düsturun radius tapacaq. Deyim, qövsün uzun düsturunu. Bəli, qövsün uzun düsturu şu olar. L qövs bərabərdir. Pi, R, alfa qövsün 180 dərəcə. Qövsün uzunluğunu verir 5 pi. Demək, bu nəyə bərabər edəcək? 5 piyə. Bu oldu tənlik. Burada hər tərəfi pi ilə ixtisas aparırıq. Burada heç də çarpız vuracaq. Alfa nə verir? Mərkəzi bucaqda uşaqlar 30 dərəcə bərabərdir. Düzdürmü? Mərkəzi bucaq. Gətir, buna R vurulsun 30 dərəcə, bölünsün 180 dərəcə, bərabər nə? 5. Xısa 1, 6, çarpaz vursam, R olacaq neçə? 30. Demək, bu radius neçə oldu? 30 oldu. Burada 30 oldu. Siz burada düz bucaq, şu bucaq görürsünüzmü? Bura x yazsam, bura x olurmu? Biz burada Pifagor teoremi tətbiq edə bilərikmi? Hipotenuz 30-dur. Kat bilən biri 10,5-dir, biri x-dir. Demək, x-in kvadratı üstə gələk. 10,5-in kvadratı bərabər nəyə? Hipotenuzun kvadratı, yəni 30-in kvadratı. X kvadrat plus 10-un kvadratı 100 edir. O da edir neçə? 500. Aid sal. Bərabərdir. 30-un kvadratı neçə edir? 900, qəşəng. X kvadrat neçə olacaq? 400. X-ə bərabərdir? 20. X-i 20 tapdıq. Bizdən AB vətənin uzunluğu istəyirdi. AB vətənləri də 2x-ə bərabərdir. O da olacaq 2 vurulsun 20. O da olacaq neçə? 40. Cavab olacaq A variantı. Rahatdırmı? Belə şuna olar. Option biz 104-ü dayandıq. 105 ilə 10 kimidir. Yox, 105 fərqlidir. Gələn səfər ona baxarım. Daha çatdıramadı. İndi sizin növbənizdir. Deməli, neçəyə kim gəldik? 77-dən 78-dən 77-dən 104-ə bilər. Yoxsa 78 idi. 78-dən. Bəli. 5-dən. Saxla.